Gönüllere körpü salan Beynəlxalq Radio. Ayak bastığın yerler vətən, vətən dediğin torpaqdır. Azərbaycan yurdum benim. Tarixi yurt yerimiz Qərbi Azərbaycandan zorla çıxarılan, etnik təmizləmə siyasətinə məruz qalan soydaşlarımızın qayıdış hüquqları təmin edilməlidir. Təəssüf ki, bu cinayəti törədənlər hələ də beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunmayıblar. Mövzunu gənc həmkarımız Samir Abbasovun hazırladığı materialla davam etdiririk. Ben inanıram, ben tam inanıram ki her şey adalet namına değişecek bir bölgede. Mütlak. Siz gelecekte hala gedib öz güzel Göyçə torpağını da göreceksiniz. Öz doğma dağlarınıza, bulaklarınızı, çaylarını da göreceksiniz. Öz yurt yuvasından didərgin düşən Qərbi Azərbaycanlılar tarixin ayrı-ayrı mərhələlərində erməni vəhşiliyinin qurbanına çevriliblər. Onların öz yurtlarına qayıtmaq hüququ qəbul edilən beynəlxalq sənədlər əsasında bərpa edilməlidir. Qərbi Azərbaycan icmasının təsis etdiyi qayıdış konsepsiyası indiki Ermənistan ərazisindən qovulan Azərbaycanlıların öz yurtlarına sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin edən və bu sahədə fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirən sənəddir. Prezident İlham Əliyevin bu məsələyə ayırdığı diqqət və qayğı xüsusi qeyd olunmalıdır. Ölkə başçımız Qərbi Azərbaycan ziyalılarının bir qrup nümayəndəsi ilə görüşlərdə soydaşlarımızın öz doğma torpaqlarına qayıtması ilə bağlı yeni milli strateji hədəfləri açıqlayarkən bildirib ki, bu məsələ dövlət siyasətində mühüm yer tutur. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan edib, dağıdıb, Azərbaycanlıların tarixi irsini silmək istəyib, ancaq buna nail ola bilməyib. Çünki tarix var, sənədlər var, xəritələr var və bu binada nümayiş etdirilən 20-ci əsrin əvvəllərinə təsadüf edən xəritə bir də onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Türksüz Ermənistan siyasət aparan Ermənistan nəinki Azərbaycanlılara, hətta tarixi, mədəni və maddi irsimizə də düşmən kəsilib. Hüquqşünas Əfsər Sadıxov beynəlxalq radio müsahibəsində Ermənistanın Qərbi Azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti beynəlxalq hüquqa ziddir söyləyib. Qərbi Azərbaycan ideologiyası uzun illərdir Azərbaycan cəmiyyətini narahat edən bir problemdir. Siyasi, hüquqi, tarixi aspektləri üzrə çox ciddi tədbirlər həyata keçirilir. Həm cəmiyyətimiz tərəfindən, xüsusən də Qərbi Azərbaycan icmasının özü tərəfindən, yəni Qərbi Azərbaycanlılar tərəfindən, eyni zamanda da bizim dövlətimizin xüsusi dəstəyi ilə bu istiqamətdə çox ciddi tədbirlər həyata keçirilməkdədir. – 1948-ci ildə BMT tərəfindən qəbul edilən İnsan Hüquqları Ümumi Bəyannaməsi və digər beynəlxalq sənədlər, prinsiplər, qaçqınların və məcburi köçkünlərin öz evlərinə qayıtma hüququnu təsbit edir. Bu hüquq həmçinin münaqişə nəticəsində yurdundan didərgin salınan insanların haqlarını təmin edir. Hüquq müstəvisində hansı işlər görülür, orada da çox ciddi artıq elmi tədqiqat əsərləri ortaya çıxmaqdadır. Yəni biz bu icmanın, xüsusən də o əhalinin başına gətirilmiş o bütün o bəlaların qarşısını almaq istiqamətində onların ləyaqətli geri qayıdışını təmin etmək üçün bütün beynəlxalq hüquq vasitələrdən istifadə etmək üçün zəruri resursları artıq ortaya qoymaq yolu tutmuşuq. Dövlətimiz Qərbi Azərbaycanlıların hüquqlarının müdafiəsinə əsaslanan danışıqları beynəlxalq tələblər çərçivəsində Ermənistanla danışıqlar aparıb. Bu məsələ həmçinin BMT və digər beynəlxalq təşkilatlarla müzakirə edilib.
Qərbi Azərbaycanın ərazisinə qayıdış məsələsi, həmçinin Ermənistanın öz sərhədlərindəki Azərbaycan xalqının haqlarına hörmət etməsi tələbini də ehtiva edir. Əhalinin oradan təcavüz nəticəsində, xüsusən də bu 1920-ci ildən sonra Azərbaycan ərazisində Ermənistanın təsis olunması, daha sonra 20-29-cu illər Qərbi Azərbaycanın Ermənistana birləşdirilməsi haqqında qeyri-qanuni hərəkətlər və sonrakı deportasiya prosesləri. Bunlar artıq bizim 20 tədqiqat işlərimizdə də ortaya qoyulub. Bu deportasiyanın xüsusi bir qəddarlıqla, xüsusi cinayət niyyəti ilə, soyqırım cinayət niyyəti ilə törədilməsinə də diqqət çəkmək istəyirəm. Bu sahədə artıq həmin o erməni tərəfinin özünün siyasi elitasının fikirləri var. Birinci prezident Levon Ter-Petrosyanın, daha sonra Sarkisyan və Köçəryanın bu haqda ciddi fikirləri var. Və Levon Ter-Petrosyan bəyan edir ki, Azərbaycanlıları buradan qovmaqla, söhbət o türk müsəlman əhalisinin gedib, biz dövlət qurmağa təmin etdik. Yəni bu qovmaq təbii ki bir etirafdır. Deportasiyanın söhbətidir. Cinayətin törədilməsinin hüquqi əsası, yəni qiymətləndirmə əsası başlayır bizim, yəni də Azərbaycan dövləti üçün də, digər dövlətlər üçün də adət norması kimi qəbul edilən 1898-ci il, 1907-ci il Haqa konvensiyaları var. Konvensiyalar müharibənin aparılma qaydalarını göstərir və o konvensiyalarda göstərilir ki, bir ərazi işğal olunarkən həmin ərazinin əhalisi deportasiya edilə bilməz, onun mülkiyyətinə toxunula bilməz və s. Amma buna baxmayaraq o dövrdə bu hadisələr bizim başımıza gətirilib və bütün bu cinayətlər bizə qarşı həyata keçirilib. Sənədlər Qərbi Azərbaycanlıların hüquqlarının təmin edilməsi, məcburi köçkünlərin geri dönməsi üçün beynəlxalq səviyyədə tədbirlərin görülməsinə istiqamətlənib. Konsepsiya həmçinin Azərbaycan və Ermənistan arasındakı uzunmüddətli münaqişənin sülh yolu ilə həllinə yönələn bir çağırışdır. Gəmi bizim, onun hər sevinci, hər qəmi bizim, duyğusu, vurğusu vətən adlanır. Bir yerdə döyünən bu qəlbimizin, bir yerdə döyünən bu qəlbimizin. Sabaha yol gedən bu gəmi bizim, onun hər sevinci, hər qəmi bizim. Duyğusu, vurğusu vətən adlanır. Bir yerdə döyünən bu qəlbimizin. Duyğusu, vurğusu vətən adlanır. Bir yerdə döyünən bu qəlbimizin. Vətən bir güneşdir, bizdə zərrəsi. Vətənsiz eyləmə Tanrı heç kəsi. Torpaq vətəni sevənlər üçün bəlkə də fırlanır bu yerdə kürrəsi. Vətən yan deyəndə alışaq gərək, vətən can deyəndə barışaq gərək. Bir vətəndaş kimi biz özümüzdən vətən üçün nə etdik soruşaq gərək. Vətən bir zirvədir, kişilər mi heç? Vətən elə andır, keçilər mi heç? Taleyin, qismətin yazısıdır bu. Anadır, vətəndir, seçilər mi heç? Vətən bir zirvədir, kişilər mi heç? Vətən elə andır, keçilər mi heç? Taleyin, qismətin yazısıdır bu. Anadır, vətəndir, seçilər mi heç? Anadır, vətəndir, seçilər mi heç? Sənsən ən müqəddəs andımız vətən, canımız, qanımız, adımız vətən. Sənin dar günündə dost düşmənimiz, bilinib doğmamız, yadımız vətən. Sənin dar günündə dost düşmənimiz,
bilinir doğmamız, yadımız vətən. Vətən bir güneştir, bizde zerresi. Vətənsiz eyləmə Tanrı heç kəsi. Torpağı vətəni sevənlər üçün bəlkə də fırlanır bu yer kürrəsi. Vətən yan deyəndə alışaq gərək, vətən can deyəndə barışaq gərək. Bir vətəndaş kimi biz özümüzdən vətən üçün nə etdik soruşaq gərək. Vətən bir zirvədir, keçilər mi heç? Vətən elə anddır, keçilər mi heç? Taleyin qismətin yazısıdır bu, anadır, vətəndir, seçilər mi heç? Vətən bir zirvədir, keçilər mi heç? Vətən elə anddır, keçilər mi heç? Taleyin qismətin yazısıdır bu, anadır, vətəndir, seçilər mi heç? Anadır, vətəndir, seçilər mi heç? Üç renkli bayrağın güneşle koşar